Mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq ümumilli liderimiz Heydər Əliyevin həyat tərzinə çevrilmişdi. Bəstəkar, yazıcı, şair, aktyor, müğənni, rəssam əməyinə verdiyi yüksək qiymət sayəsində ölkəmizin yüzlərlə sənətçisi, xalq artisti, xalq rəssamı, xalq şairi, xalq yazıcısı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi kimi müxtəlif fəxri adlara layiq görülmüşdür. Bugün Azərbaycanda onlarla sənət adamının, yazıçıların, şairlərin, musiqiçilərin, rəssamların, memarların ev muzeyləri fəaliyyət göstərir. Azərbaycanda ev muzeylərinin yaradılmasının təşəbbüskarı da məhz Heydər Əliyev olmuşdur. Ulu öndər Heydər Əliyevin Respublikada muzey işinin yaxşılaşdırılması haqqında qəbul edilən qərarı Azərbaycanın bütün muzeyləri kimi yeni yaradılacaq olan muzeylərin də inkişafında böyük rol oynadı. 1970-ci ilin yanvarında qəbul olunan bu qərardan sonra müxtəlif profilli muzeylərlə yanaşı ev muzeylərinin də yaradılmasına başlanıldı. Dahi Azərbaycan şairi, görkəmli dramaturq, alim, ictimai xadim, 2 dəfə dövlət mükafatı laureatı Səməd Vurğunun ev muzeyi Azərbaycanda yazıcı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzey olmuşdur. Azərbaycan professional musiqisinin banisi, Şərqin ilk operası Leyli və Məcnunun, Azərbaycan Dövlət Konservatoriyasının, ilk simli kvartetin, ilk dövlət xorunun yaradıcısı, ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı və Azərbaycan Respublikasının dövlət himninin bəstəkarı Üzeyir bəy Hacıbəylinin 1915-1942-ci illər ərzində yaşadığı evdə Kommunist Partiyası Mərkəzi Komitənin birinci katibi çalışan Heydər Əliyevin təşəbbüsü ilə Bakıda 1975-ci il noyabr ayının 20-sində bəstəkarın ev muzeyinin təntənəli açılışı olmuşdur. Cəmi 35 il yaşamasına baxmayaraq, indiki nəsillərimiz üçün qiymətli ədəbi irs qoyan, vaxtilə yaşayıb yaratdığı evi muzeyə çevrilən böyük yazıcı və dramaturq Cəfər Cabbarlının ev muzeyi, ümumilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1979-cu ildən fəaliyyətə başlamış, muzeyin rəsmi açılışı isə 1982-ci il martın 22-sində dramaturqun 80 illik yubileyi günündə gerçəkləşmişdir. Seri xalq artisti, görkəmli dirijor, bəstəkar Niyazinin ev muzeyi təşkili haqqında əmr Mədəniyyət Nazirliyi tərəfindən 1990-cı ilin dekabrın 28-də verilmişdir. 18 sentyabr 1994-cü ildə ümumilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı oldu. Böyük Azərbaycan ədəbi və publisisti, Molla Nəsrəddin jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə 1994-cü il 28 dekabrda anadan olmasının 125 illiyi ərəfəsində açılan muzeydə Ulu Öndər Heydər Əliyev də iştirak etmiş və nitq söyləmişdir. Filosof şair, dramaturq Hüseyn Cavidin həyat və fəaliyyətini, zəngin irsini əbədiləşdirmək və təbliğ etmək məqsədi ilə ev muzeyinin yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qəbul etdiyi qərarda nəzərdə tutulurdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 1995-ci ildə 160 sayılı qərarına əsasən muzey Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1920-1937-ci illərdə yaşadığı evdə yaradılmışdır. Həmin illərdə bir sıra muzeylər açılmışdır. 1972-ci ildə Nasir, şair, publisist Məmməd Səid Ordubadinin xatirə muzeyi, 1975-ci ildə akademik Yusif Məmmədəliyevin ev muzeyi, 1979-cu ildə satirik şair Mirzə Ələkbər Sabirin ev muzeyi, 1981-ci ildə hərbi xadim Cəmşid Naxçıvanskinin ev muzeyi, 1982-ci ildə Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün ev muzeyi, 1994-cü ildə daha Azərbaycan rəssamı Səttar Bəhlulzadənin ev muzeyi və 2002-ci ildə görkəmli rəssam Bəhruz Kəngərlinin ev muzeyi açılmışdır.